11 dekabr 2025-ci il tarixində Mərkəzi Gömrük Hospitalının ümumi lideri Heydər Əliyevin anım gününə həsr edilmiş zərərli vərdişlərlə mübarizə və sağlam həyat tərzi üzrə könüllü gömrükçilərin 3-cü forumu keçirilib. İlk öncə forum iştirakçıları və rəsmi qonaqlar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, dahi şəxsiyyətin büstü önündə gül çələngi və tər güllər düzüblər. Forumda Dövlət Gömrük Komitəsinin Tibb Xidmət İdarəsinin rəisi əməkdar həkim Ceyhun Məmmədov, Dövlət Gömrük Komitəsi Tibb Xidmət İdarəsinin Elmi Təcrübə və Tədris Mərkəzinin rəisi, Dövlət Gömrük Komitəsinin İnsan Resursları İdarəsinin rəisi Vüqar Əsgərov, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibb Xidmət İdarəsinin rəisinin müavini Dasit İsmail Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim Bəxtiyar Musayev, Dövlət Gömrük Komitəsində könüllü hərəkatının inkişafı çərçivəsində yaradılan 16-cı könüllü gömrükçü dəstənin könüllü gömrükçüləri iştirak ediblər. Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Dövlət Gömrük Komitəsi Tibb Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov açılış nitqi ilə çıxış edərək dahi şəxsiyyət Azərbaycan dövlətinin memarı və qurucusu, ümumilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyi və tərəqqisi naminə həyata keçirdiyi əvəzsiz xidmətlərindən, o cümlədən səhiyyə sahəsində müstəsna töhfələrdən, bu sahədə həyata keçirdiyi islahatlardan danışıb. Ceyhun Məmmədov qeyd edib ki, Azərbaycan ümumi lideri uzaqgörən siyasəti nəticəsində bu gün regionun aparıcı dövlətinə çevrilib. Bu siyasət hazırda onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət öz əksini ölkə iqtisadiyyatında, o cümlədən səhiyyə sahəsində aparılan islahatlarda qazanılan uğurlarda tapır. Ulu Öndər Heydər Əliyevin gənclərin təşəbbüskarlığını, vətənə xidmətdə fəal mövqe tutmalarını hər zaman yüksək qiymətləndirdiyini qeyd edən idarə rəisi Ceyhun Məmmədov gənclərin könüllü fəaliyyətinə cəlb edilməsi hərəkatı artıq bu gün Azərbaycanda da böyük könüllülük hərəkatına çevrilməsini vurğulayıb. Dövlət Gömrük Komitəsi də bu hərəkata aktiv şəkildə dəstək verir. Könüllü gömrükçü dəstələrinin üzvləri Dövlət Gömrük Komitəsinin müxtəlif struktur bölmələrində təcrübə keçərək bilik və bacarıqlarını artırırlar. Daha sonra tədbirin rəsmi açılış hissəsində Dövlət Gömrük Komitəsi Tibb Xidmət İdarəsinin Elmi Təcrübə və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İnsan Resursları İdarəsinin rəisi Vüqar Əsgərov çıxış edərək zərərli vərdişlərlə mübarizədə könüllülərin rolundan, onların cəmiyyətin sağlam həyat tərzinə yönləndirilməsindən, apardığı maarifləndirici fəaliyyətin əhəmiyyətindən bəhs ediblər. Çıxışlarda qeyd olunub ki, gənclərin fəallığı və sosial məsuliyyəti bu sahədə həyata keçirilən dövlət siyasətinin uğurlu icrasına mühüm töhfə verir. Dövlət Gömrük Komitəsi Tibb Xidməti İdarəsinin rəis müavini İsmail Əfəndiyev narkotik və psixotrop maddələrdən sui-istifadə, müasir dövrün aktual problemi və onun qlobal təhlükəsi, Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşovun sağlamlıq və tütün çəkmə, risklər, fəsadlar və profilaktika, Mərkəzi Gömrük Hospitalının fizioterapevti Səidə Kərimova, hərəkətin gücü, fiziki aktivliyin sağlamlığın qorunmasında və xəstəliklərin profilaktikasında rolu, Dövlət Gömrük Komitəsi Tibb Xidmət İdarəsinin həkimi, Tibb Komissiyasının həkim-psixiatri Gülay Məmmədzadə, Z nəslinin psixi sağlamlığının qorunması, stres menecmenti və emosional sabitlik, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibb Xidmət İdarəsinin Elmi Təcrübə Tədris mütəxəssisi Şəhla Mirzəzadə, Ulu Öndərin könüllülük irsi, sağlam həyat tərzinin təbliğində könüllülüyün rolu mövzularında çıxış ediblər. Çıxış edən məruzəçilər tədbir iştirakçılarına mövzu ilə bağlı suallar verib, ən yaxşı cavab verənlər hədiyyələrlə təqdim edilib. Sonra Tibb Xidməti İdarəsinin könüllülərinin çəkdikləri video material nümayiş etdirilib. Tədbir xatirə şəklinin çəkilməsi ilə başa çatıb. Müştə bizim bu tədbir könüllülərin deməli zərərli vərdişlərdən və sağlam həyat tərzinin təşviqi ilə bağlı könüllülərin rolu, onların bu sahədə cəmiyyət üçün hansı faydalar ola bilər, bu mövzular ətrafında müzakirələr oldu və məqsədimiz də ilk növbədə könüllülər vasitəsilə bizim gənclərin
zərərli vərdişlərdən yayınmağa, onları daha sağlam həyat tərzi keçməyə təşviq etməkdən ibarət olmuşdur. Və Dövlət Gömrük Komitəsində ərazi ixtisaslaşmış gömrük idarələrinə, o cümlədən tibb idarəsinə cəlb olunan könüllülərin iştirakı ilə, bilavasitə onların iştirakı ilə hazırlanmış bir tədbirdir və burada məhz könüllülərin iştirakı və həmin könüllülərin bu sahədə olan rolunun vacibliyi nəzərə alınaraq biz düşünürük ki, könüllülər ümumilikdə cəmiyyətin elə bir təbəqəsidir ki, həqiqətən könüllülərin o daşıdığı enerji onların daha çox cəmiyyət üçün və onların ünsiyyətdə olduğu təbəqə ona imkan verir ki, bu gənclər daha çox sağlam həyat tərzini təşviq etmiş olsunlar. Bugünkü tədbir həm Ulu Öndərin Anım Günü ərəfəsində olması, Anım Gününə həsr olunması ilə, həm də eləcə də zərərli vərdişlərə qarşı mübarizədə dövlətimizin bugün ortaya qoymuş olduğu mübarizəyə töhfə vermək məqsədi ilə könüllülərlə birlikdə, könüllü hərəkatının aktiv gənc nümayəndələrlə birlikdə belə bir tədbir keçirildi və bu tədbirdə bizlər həm könüllülük missiyasının, ümumiyyətlə bu fəlsəfənin ölkəmizə qazandırmış olduğu uğurlardan bəhs etdik. Azərbaycanımızın bugün sadəcə regional deyil, beynəlxalq səviyyədə könüllülük fəlsəfəsini həyata keçirən ən güclü ölkələr sırasına gəlməsinin keçən həmin tarixdən bəhs eləməklə birlikdə həm də Ulu Öndər tərəfindən Azərbaycan xalqına miras buraxılmış, xüsusən sağlam bir dövlət və dövlətçilik məfkurəsi ilə birlikdə gənc nəslə və gənclərə qarşı olan inam, onların ölkənin dirçəlişində, inkişafında, ölkənin gələcək firavanlığının təmin olunmasında onların rolunun gənc yaşlardan onlara aşılanması mövzusunda gözəl müzakirələr aparıldı. Və bununla yanaşı da həm də bugün dünyamızın ən böyük fəlakəti olan zərərli vərdişlərə, xüsusən narkotik maddələrə qarşı mübarizədə gənc nəsillərin, eləcə də könüllülərin fəaliyyətinin cəmiyyətin hər bir hissəsində nə qədər vacib olduğunu çatdırmağa çalışdıq. Mən əminəm ki, bugünkü sağlam Azərbaycan gəncliyi, xüsusən 44 günlük şərəfli vətən müharibəsi sonrasında almış olduğumuz və qazanmış olduğumuz şərəfli qalibiyyətlə birlikdə Cənab Prezident tərəfindən ortaya qoyulmuş dövlətçilik və bundan sonraki Azərbaycanın inkişafı yolunda ola biləcək yol xəritəsinə uyğun bir şəkildə öz həyatlarını qurmağa davam edəcəklər. Və bu həyatlarını qurarkən də əlbəttə ki, bizlər də onların həm də sağlamlığına diqqət eləmələrini, onların diqqətinə çatdıraraq Azərbaycanımızın həm də gələcəyinin sağlam nəsillərlə mümkün olacağını bildirməyə çalışdıq. Deməli, bugünkü tədbirimiz zərərli vərdişlərlə mübarizəyə və sağlam həyat tərzinin tətbiq olunmasına həsr olunub. Əsasən cavan könüllülərimiz iştirak edir. Mən bir ürək-damar cərrahı olaraq tütün çəkmənin və müxtəlif növ indi daha çox yayılmış bu veyplərin, qəlyanların istifadəsinin sağlamlığa vurduğu zərərdən danışdım. Çünki yanlış bir düşüncə var ki, siqaret çəkmək ziyandır, tutaq ki, veypin ziyanı yoxdur, siqaret çəkmək ziyandır, amma qəlyanın ziyanı yoxdur. Tibbi baxımdan bunlar hamısı eyni dərəcədə zərərlidir. Gənclərimizə izah etdim ki, çünki gənclikdən başlayır bu siqaret çəkmək. Adətən heç kim 40-50 yaşında təzədən siqaret çəkməyə başlamır. Bu yaşlarda başlayır, bu yaşlarda populyarlaşır. Amma hamı deyir ziyandır. Misal üçün deyir, ağciyər xərçəngi ola bilərsən. Bu 30 nəfərdən birində olur. Bu cavan baxır ki, əmimdə yoxdur, qonşumda yoxdur və çəkir. Deyir, məndə də olmayacaq. Belə deyil. Ola bilsin, ağciyər xərçəngi hamıda olmur. Amma ağciyəri xərçəngi olanların 90% siqaret çəkəndir. Bundan başqa 30 nəfərin 30-u da ürək-damar xəstəsidir. Və mən necə damarlara təsir etdiyini, nəyə görə infarkt olmaq və insult olmaq ehtimalı 2-4 dəfə bu insanlarda çox olduğunu
onlara slaydlarla izah etdim ki, başa düşsünlər ki, bu teoriya deyil, bu reallıqdır. Praktikamızda olan halları da göstərdim. Məncə ən azından istifadə edənlər özləri bir sərində sual yarandı ki, bəlkə mən bunu istifadə etməyim, amma məqsəd ondan vacib idi. Məqsəd istifadə etməyənlərin öz ətrafda atası, əmisi, qardaşı, düzdür, bizdə xanımlar çox az istifadə edir. Ola bilsin, rəfiqəsi, qohumu istifadə edirsə, o adamlara o məlumatı çatdırsın. Çünki həkimin adından bu çox da effektiv olmur. Amma adi insan deyəndə, o ağırlaşmaları göstərəndə istifadə edən insana məncə daha effektiv olur. O baxımdan mən düşünürəm məqsədimizə çatdıq.